Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər. 1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən, işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən, onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 2. İşəgötürən, ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir. Şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əskər və zabitlərin arvadına və ya ərinə, öhdəsində 2 və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə, məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Maddə 79. Əmək müqaviləsinin ləğv olunmasının qadağan edilən işçilər və hallar. 1. İşəgötürən tərəfindən hamilə, habelə 3 yaşınadək uşağı olan qadınların 3 yaşınadək uşağını tək başına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub, məktəb yaşınadək uşağını tək başına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, Həmkarlar İttifaqları Təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 2. Bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş müddəalar bu məcəllənin 70-ci maddəsinin A bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq reabilitasiya müəssisələrində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə göstərilən işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar. 1. Bu məcəllənin 70-ci maddəsinin B və C bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2. Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən, həmin müəssisənin Həmkarlar İttifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar İttifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən gecə 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 3. Bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan hallarda əmək müqaviləsi işəgötürən təşəbbüsü ilə ləğv edilərkən, Həmkarlar İttifaqları Təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.